Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarının və adətlərinin pozulması, hakimiyyətin zorla ələ keçirilməsi və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində Bakı Hərbi Məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə başçısının növbəti iclasında əvvəlcə təqsirləndirilən Bako Saakyan çıxışını davam etdirdi. Elan olundu ki, Bako Saakyana çıxışının icrasından əvvəl müdafiəçisi ilə konfidensial görüşmək üçün şərait yaradılıb. Bako Saakyan çıxışında ona qarşı irəli sürülən ittihamla razılaşmadığını dedi. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Qeyd edək ki, ötən məhkəmə iclasında Bako Saakyanın hüquqlarını qoruyan müdafiəçilər də çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını, təqsirləndirilən şəxsin barəsindəki Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını xahiş etmişdilər. Xatırladaq ki, Bako Saakyan Bakı Hərbi Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum olunub. Sonra təqsirləndirilən David Manukyanın müdafiəçiləri çıxış edərək hüquqlarını qoruduqları şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Qeyd edək ki, David Manukyan Bakı Hərbi Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Təqsirləndirilən David Manukyan çıxış edərək vəkillərinin çıxışı ilə razılaşdığını və ona qarşı irəli sürülən ittihamla razılaşmadığını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxslərə onların müdafiəçilərinə çıxışlarını təqdim etmələri və apellyasiya şikayətlərində irəli sürülən dəlilləri əsaslandırmaları üçün vaxt məhdudiyyəti qoyulmadan kifayət qədər sərbəst imkan yaradılıb. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçilər, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin ediliblər. Məhkəmənin növbəti iclası iyulun 17-sində keçiriləcək. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaq aparılmadan və əlavə sübutlar tədqiq olunmadan keçirilir. Təqsirləndirilən Lyobom Nasakanyan, Arayik Harutyunyan, David Manukyan, David İşxanyan və David Babayan Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.